Salamlar dostlar, mən Markus. Bugün sizinlə birlikdə Brawl Stars'da hızlı kupa kasma taktikləri göstərəcəyəm. Bu taktiklərlə rahat 1000 kupalı karakterlərinizi 1000 kupa kasa bilərsiniz. Rahat oynaya bilərsiniz və takım qura bilərsiniz. İlk başda həzin etdiyi o 3 səhvi deyəcəm. Birinci səhv randomlarla oynamaqdır. Randomlarla, misal üçün gəlib randomlarla oynuyorsunuz. Yəni takım qurmursunuz, dost edinmirsiniz. Və dost edinti ilə randomlarla oynuyorsunuz və çox vaxt uduzursunuz. Bu səhv hər kəs edir və bu səhvi çox adam edir. Takım qura bilmirsinizsə, sizə bir dənə proqram deyəcəm. O proqramı yükləyəcəksiniz və hər şeyi başa salacağam sonra. İkinci səhvimiz isə yanlış xəritə seçməkdir. Çox adam gəlir buradan elmas kapmaca, savaş arenası seçir. Savaş arenası 8 dəqiqədir və maç qazandıqda 16 kupa verir. Ancaq necə deyim, kaşdimi, həyəcanlandım, nəysə. Savaş arenası 16 kupa verən ancaq 8 dəqiqədə 16 kupa verir. Amma hesablaşma oynayıb qazansaz, yəni 4-cü olsaz, 8, yəni 2 dənə maçda, yəni 2 maçda təxmini 6-7 dəqiqə eləyir. 6-7 dəqiqədə 20 kupa falan kasa bilərsiniz. 16 kupadan çox kasa bilərsiniz. Onun yerinə gəlin hesablaşma oynayın və yaxud da knockout oynayın. Brawl Lock'da oynaya bilərsiniz. Yəni bunlardan birini oynaya bilərsiniz. Üçüncü səhv isə xəritələri doğru seçənlər və o xəritələrə uyğun o xəritələrə uyğun karakter seçməyən insanlardır. Baxırsınız, xəritəyə uyğun karakter seçməlisiniz ki, rahat kupa kasa bilərsiniz. Misal üçün baxaq bu xəritəyə. Gördüyünüz kimi bu xəritədə uzaq menzilli karakterlər seçmək olmaz. Çünki baxın, gördüyünüz kimi qısa xəritədir və yaxın menzilli karakterlər seçmək. Misal üçün Bibi, Darli falan, yəni belə karakterlər seçməlisiniz. Sonra bir dənə proqram deyəcəyəm dostlar sizə. Proqramın ismi Rankidir. Rankı, yəni rank kasma proqramıdır. İndi proqram yüklənib məndə. Proqramı sizə göstərəcəyəm. Gördüyünüz kimi Ranki. Yükləyə bilməsəz linkini də sizə, yəni açıqlamaya qoyaram. Baxın dostlar, randomlarla kasa bilmirsinizsə, gəlirsiniz bura, lobby takım deyirik. Və burada gördüyünüz kimi çoxlu adamlar var. Baxın, özünüzə uyğun adam seçirsiniz. Baxın, misal üçün deyək ki, kavqa topu, yəni savaş topudur. 100 min kupalıqla 200 min kupalıq kasırlar. Sonra baxın, deyir ki, burada 10 mindən 100 minə kasıram. Baxın, burada VIP-dən də yaxşı oyuncular var burada. Yəni botlar deyil, randomlar deyil. Nə bilim, kasmaq olur da, yəni. Bunda bildiyim, bunda kasmaq olur. Sonra xəritəyə uyğun karakter seçməyi bilmirsinizsə, yenə gəlirsiniz həmin rankiyə. Baxın, burada xəritələr və etkinliklər var. Onun yanında göl var. Ona basırsınız. Və gördüyünüz kimi hal-hazırda aktiv olan xəritələr bunlardır. Baxın, bu xəritələrdir. Gördüyünüz kimi. Bu xəritələrdir aktiv olan. Aktiv xəritələrə uyğun karakter seçmək istəyirsinizsə, gəlirsiniz bura. Bax, önərilənlərdə aşk karakterini seçə bilərsiniz. Mr. Penny, Daimanı, Nitanı, Cordelius'u, Kenji'ni və s. bu karakterləri seçə bilərsiniz. Sonra aktiv nə zaman hansı xəritə gələcəyini də deyir. Baxın, 1 saat 32 dəqiqə sonra bu xəritə gələcək və bu xəritədə də hansı bax, 1 saat 32 dəqiqə sonra bu xəritələr gəlir. Bu xəritələrə görə də hansı karakterlərini seçmənizi sizə göstərir. Baxın, burada önərilən deyil Kenji, Mina, Mortis, Piper, Bolt və s. Bunları seçə bilərsiniz. Gördüyünüz
ki, çox adam da bunları seçir. Önərilməyən də Boltdur, Piper'dır, Mortis. Bu necə olur Allah? Nəysə, yəni burada karakter seçə bilərsiniz. Çox adam belə eləyir. Üçüncü də dostlar, çox adam VPN ilə kasmaq istəyir. Yəni sizə bunu demək istəyirəm ki, VPN ilə kasmaq, yəni sizin bildiyiniz qədər asan bir iş deyil. VPN ilə kasmaq istəyənlər VPN kasmasın, çünki hesabınız banlanma riski var. Həm də internetiniz çox pis olur, yəni həddindən artıq pis olur. Həm də dostlar, oynayacaqsınız, bir iki dənə maç atacaqsınız. Üçüncü maçı atanda görəcəksiniz ki, hesabınız banlanıb 40 gün, 50 gün falan. İndi sizə bir dənə şey deyəcəm. İndi baxın. Mən bu mənim yedek hesabıma gireyim. Dostlar gözləyin, yedek hesabıma gireyim. Ay da girmədi, Allah. Girdi. Nəysə. Baxın, gördüyünüz kimi burada hesablaşma var. Son baxın 15 saat falan qalıb. Baxın 15 saat falan qalıb etkinliyin bitməsinə. Yeni xəritədə etkinliyin bitməsinə 15 saat falan qalıb. Rahat kasa bilərsiniz. Baxın gördüyünüz kimi mən 200 kupadan koltuğu 530 kupaya gətirdim. Uduzma oldu, bəzən uduzma oldu amma rahat kasa bildim. Baxın gördüyünüz kimi baxın. Bunu yemek savaşının oyunları sayaq. Baxın 17 kupa, 22 kupa, 14 kupa, 4-cü sırada 14 kupa verir. Hələ 14 kupa nədir? 19 kupa verir məndə. 1-ci sırada 30 kupaya yaxın verir. 6-cı sırada 4 kupa verir. Çox həddindən artıq çox yaxşıdır. Baxın 1-ci sırada 29 kupa verib mənə. Ancaq arada udmalar ola bilər. Olan şeydə, yəni udmalı deyilək ki, bütün maçları. Dostlar, taktiklərim bunlar idi. Yəni, baxın, bu hesablaşma modu gedəcək. Hər adam öldürdükdə əlavə 2 kupa gəlirsə, 15 saata kimi gəlin rahat kasın. Rahatca hesabınızı kasın. Abunə olub, like atmağı unutmayın. 100 abunə hədəfinə doğru irəliləyək. İnşallah 100 abunə olarıq. Sağ olun, salamat qalın.